Herkese selamlar dostlar. Bugün sizinle birlikte sual cevap videosu çekeceğim. Ama dostlar 26 yorum gelip niye bu kadar az? Ben hemşe gözləyirəm ki çox yorum gelsin, ondan sonra çək. Yorumları da bu arada indi gördüm də mən bu kadar az olduğunu, ama siz yorumları görürəm, bir yaxdan hamı yazıb ki sual cevap niye gelmir, sual cevap videosu gelsin, ona göre de sizə görə çəkirəm. Deməli başlayıram. Telefonu belə tuturam çünki zəvət qadadım. Deməli, əgər əlində bir şansın olsa, hansı ölkəni gəzmək istəyərdin? Türkiyə. Ondan sonra ən sevdiyin rəng, nəsə elə rahat deyildi, çıxartdım bunu belə. Ən sevdiyin rəng, yemək və maşın. Ən sevdiyim rəng ağ və açıq çəhrayı, toz pəmbəsi yəni. Ən sevdiyin yemək aş, yarpaq dolması, sonra da paytaxt salatı və qarğıdalı salatı. Ən sevdiklərim bunlar. Kartoşka qızartması, yəni kartoşka firi. Daha sonra en sevdiğin maşın demək istəyib. En sevdiğim maşın Mercedes deyək. Fobin nədir? Dostlar, mən bildiyim qədərilə fobi ən qorxduğum şey deməkdir, yəni. Mən ən çox qaranlıqdan qorxuram. Bir də böcəklərdən dəhşət qorxuram. Həm hörümçəkdir, sonra belə qırxayaqdır, nə bilim, böcəklərdən ümumiyyətlə qorxuram. Anan yoxsa atan, yəni bu sualı nə bilim, nəysə də day. Elə bir ayrı seçkilik olar, evet. Neçə uşaqsız? 2 uşaq, qardaşım və mən. Ən sevdiyim abur-cubur, meyvəli süd, məsələn, bananlı, çiyələkli. Mən abur-cuburdan sayıram da onu da. Sonra jelibon, cipsi, sonra kek ola bilər. Kek dediyim dostlar, şey belə paketlərdə olur, nə bilim, pop kek, belə bir şeylər yəni. Ən sevdiyim heyvan balaca pişiklər. Böyüsünü də təbii ki xoşlayıram, amma yəni ən çox balaca vaxtları çox şirin olur. Dovşan da xoşlayıram. Sonra göz rəngin nədir? Qaradır göz rəngim. Soyadın nədir? Soyadım Məmmədova. Heyvanım var. Mənim heyvanım olub, pişiklərim olub. İki dəfə pişiyim olub. Sonra dovşanım olub. Pişiklərimdən birinin adı Duman olub, ikincisinin adı Vinni olub. Bəli, olub. Ev heyvanım olub. Şu anda indi amma yoxdur. 4 dostumun adı Xədicə, Xanım, Fidan, Simnavi. Daha sonra en sevdiğin yemek dedi. En sevdiğin ders. Benim en sevdiğim ders kimyadır. En sevdiğin ülke Azerbaycan ilk olarak, sonra da Türkiye. En sevdiğin abur-cubur onu da dedi. Sorular bu kadar ailişim. Gözəl bunu oxu. Teşekkürler. Böyüyəndə nə olmaq istəyirsən? Dizayner. Kvami yoxsa My Melody? Bilmirəm yəni. Şu an mən Samyolu əşyaları sevmirəm. Mən ümumiyyətlə masa belə masa kanalı olanda da zaten Samyolu əşyaları o qədər sevmirdim. Sadəcə masaya qoya biləcəyim Samyolu əşyalar alırdım masa kanalı olduğuma görə və temam da Samyol olduğuna görə. Amma belə nə bilim Samyol paltar, nə bilim Samyol qələmqabı, çanta, mənlik bir şey deyil, dəftər. Özümdən böyük qardaşım və ya bacım var. Özümdən böyük qardaşım var, bəli, 11-ci sinifdir. Fobin nədir? Onu da dedi. Ən sevdiyin rəng dedim. BTS yoxsa Blackpink? Blackpink. Neden bu kadar güzelsin? Teşekkürler. Aylin oxum. Tamam. En sevdiğin yemek dedim. Neçənci sinifsən? 7-ci sinif. En sevdiğin idol Lisa. Daha sonra en sevdiğin telefon Samsung. Samsung da yaxşıdır, iPhone da yaxşıdır, amma iPhone-un zəvətkası uçur da bildiyiniz, yəni. Bu da iPhone-da zəvətka uçur əməlli başlı. Ona görə Samsung. Hətta ki, nə bilim, Samsung məncə iPhone-dan daha yaxşıdır. Ən sevdiyim, bəlkə də mən əvvəldən Samsung işlətdiyimə görə alışmışam Samsunga, ona görə, amma məncə hər şeyinə görə Samsung daha yaxşıdır mənə görə. Ən sevdiyin meyvə, mənim ən sevdiyim meyvə alça, çiyələk, banan, alma, mandalin, bin basar.
Mən bütün meyvələri sevirəm. Yəni sevmədiyim meyvə xurmadır, heyvadır. Bunlardan başqa sevmədiyim deyəsən yoxdur. Bəlkə də var, yadımdan çıxıb, amma meyvələrin hamısını xoşlayıram yəni. Daha sonra sual dəftərə yaz, yaxşısı. Telefonla oxumaq daha rahatdır. Ofeliya Aliyevanın spa partisinə getmisənmi? Xeyr. Ən sevmədiyin yemək, yəni yeməkdə sevməmək olmaz, amma mən badımcanı xoşlamıram. Ən sevdiyim əşya, bilmirəm. Dəftərləri xoşlayıram. Onun mənası oldu bilirəm, amma nəmi, yəni hər bir əşyamı xoşlayıram da, yəni. Daha sonra ən sevdiyin ad, qız adı, oğlan adı. Oğlan adı çox düşünməmişəm, amma bir dənə şey deyə bilərəm, Hüseyn. Qız adı isə əvvəllər Banu deyirdim, amma indi Banu, nə bilim, çox da bəyənmirəm. İndi elə də yoxdur, yəni. Nazlı ola bilər, bilmirəm. Tam da dəqiq deyə bilmərəm o ad məsələsini. Ən sevdiyin hayvanın, yəni fanım demək istəmirəm. Hər bir fanımı sevirəm, yəni ayrı-seçkilik edə bilmərəm. Sinif tövbəsi. Necə oldu ki, YouTube'a başladın? YouTube'a necə oldu başladım? Heç nə. Mən zaten balacaqdan istəyirdim YouTube'a başlamağı. Sonra mənim bundan əvvəl 3 dənə falan kanalım olub. Sadəcə birinci kanalımı özüm silmişəm. Hətta yadımdadır. Orada Blackpink şəkillərimi qoydum. Ki öz aləmində edit düzəldirdim də. Şəkillər qoydum, musiqi qoydum. Elə paylaşırdım ilklərdə. Onda mənim neçə yaşım var idi, bilmirəm də. Yəni dəhşət çox keçib üstündən. İlk kanalım idi. Sonra həmin kanal 8 abunə idi. Sonra mən o kanalı sildim, bağladım. Daha sonra yenə bir kanal açdım. Deyəsən mən buna əvvəl 2 kanalım olub. Onun da adı Rəngli Dünyam idi. O kanal isə bağlandı YouTube tərəfindən deyəsən. O qədər çox yadımda qalmır, amma deyəsən bağlandı, bəli. Sonra bu kanalı açdım, Rəngli Dünyam qoydum bunun da adını və bu da ki, yəni çox şükür ki, bağlanmayıb. Deməli, o kanallar Aylin. Ən sevdiyin yemək adı nədir? Ən sevdiyim yemək adı dedim də zaten bayaq. Ən sevdiyim baxım əşyası. Bu ikisi. Bu arada mən bir video demişəm, sizə masamı düzənləyirəm videosunu çəkib editləyəcəm. Amma hələ də ona vaxt eləyib editləyəmməm. Çünki yəni zaten mən səhərdən, yəni axşam saat neçəyə kimi dərs elədim. Sabahın dərslərini çatdırmağa çalışdım. Yəni hələ indi boşalıram. İndi də dedim sizə video çəkəm. Ona görə onu da editləməyə vaxtım olmadı. Amma sizə qısaca baxım alanımı göstərmək istəyirəm, necə dəyişdirdim. Bura dəftərləri qoydum. İndi belə deyil də. Burada kitablar da var. Sadəcə mən bunu belə arxa planı göstərim sizə. Belə üstə qoyuram ki, siz qəşəng görəsiniz. Yəni bura düzənli olur. Baxım əşyalarımı isə bu hissəyə qoydum. Burada da belə bir orqanizm qoydum. Bir dəqiqə göstərim. Bunun da içində tez-tez istifadə etdiyim şeyləri qoymuşam belə. Əslində indi belə burada da bir dənə sajim var. İndi o saçımda sadəcə belə bunlar da dağılıb. Neysə də, belə gündəlik istifadə etdiklərimi belə qoymuşam bura ki, tez əlimə atıb götürə bilim. Sizə spoiler verdim, amma yəni tam da dəqiq bilmirəm də o videonu ata biləcəm ya yox. Ona görə dedim göstərim yəni. Neysə davam edək. Deməli, ən sevdiyim necə? Veki nədir? Yəqin ki, rəng demək istəmirsən. Rəngi də bayaq dedim, ağla toz pəmbə. Ən yaxın məhəllədən dostun kimdir? Simnavə, Fidan. Sonra məhəllədən əslində çox var da, yəni. İndi hamısının adını saymayayım. Çox deyəndə, yəni 4-5 dənə falan var da, yəni. YouTube'u açdıqda yanında kim var idi? Qardaşım kömək eləyirdi. İlklərdə edit falan eləyirdim. O bağlanan kanallarımda da onda kömək eləyirdi. Belədə də editlərdə nə isə bilməyəndə indi də mən. Yəni o kömək eləyir. Ən sevdiyin dərs nədir? Kimya. Ən sevmədiyin yemək adı, onu da dedim. Yəni əslində belə sevmədik deməyək, çox çıxır, amma badımcanı yox.
sevmirəm badımcanı. Badımcan dolması deyək. 3 bacı dolmasında. Neyse, başa düşdünüz də. YouTube açmağı kim fikir verdi? Necə? YouTube açmaq fikrini kim verdi? Özüm. Özüm istədim yəni. Heç ağlından bir dəfə də olsun YouTube'a baxmaq ağlına gəldimi? Bir dəfə elə bir şey olmuşdu. Bəli, olmuşdu. Amma o dəqiqə demişdim ki, Ali, nə danışırsan? Özü bu kanalımda yəni. Bir 3 ay qabaq. Deməli, heç YouTube'dan birisi sənə linç atdı mı? Bəli, atıb, amma qəşəng də cavabımı vermişəm. Sonra da yəni üzr istəyiblər. Daha sonra ən sevdiyin müəllimin kimdir? Ən sevdiyim müəllimim kimya müəlliməsidir. Son və riyaziyyat müəlliməsidir. Sinifdəndir yəni. Belə, kimya və riyaziyyat. Daha sonra neçə yaşım var? 13-ün içindəyəm, 12 yaşım var. Sonra dostmu, paramı? Dost. Mənə abunə olarsan nə olar? Amma qayıdıb çıxma nə olar? Tamam, olaram. Da olun bir dəqiqə. Sonra bu arada bir sualı buradan şey eləmişəm, keçmişəm. Bu kamera niyə belə olur? Bir dəqiqə. Aha, deməli, ən sevdiyin hobin sualını görməmişəm. Ən sevdiyim hobim mənim rəsm çəkməkdir. Sonra musiqiyə qulaq asmağı da çox sevirəm. Yəni musiqi qulaq asarsa dərs eləməyi də çox sevirəm yəni. Belə. Deməli, ən böyük düşmanın adı nədir? Düşmənim yoxdur. Sən heç sinifdə yox olmayıb. Ən sevdiyin qız adı dedim bir cavabını. Aha. Labubum var. Xeyr, mən labubu xoşlamıram. Daha sonra ən sevdiyin qorxu filmi hansıdır? Ən sevdiyim qorxu filmi, mən ümumiyyətlə belə film çox da izləməmişəm. Dizi izləmişəm. Film indi ağlıma gəlmədi. Bəlkə də baxmışam, amma mən qorxu filmlərinə o qədər də çox baxmıram nədənsə. Daha sonra mən daha çox dizi sevirəm ona görə. Film arada bir yəni. Qorxulu anınıdır ən sevdiyin YouTuber. Ən sevdiyim YouTuber belə bayıldığım, bitdiyim yoxdur yəni. Hamısına baxıram. Sonra qorxulu anım düşünüm bir. İndi bu dəqiqə ağlıma gəlmədi nədənsə. Bu işığı niyə belədir? Ondan sonra valideynlərin YouTube açanda nə dedi? İlklərdə qoymurdular, amma sonra yəni icazə verdilər atam. Daha sonra ən çox hansı YouTuberə baxırsan? Bir yağlar bunun cavabını dedim. Ən çox hansı ölkəyə getmək istəyirsən? Türkiyəyə. Harada yaşayırsan? Bu haqqda məlumat vermirəm. İlk Aylin arkadaş olalım mı? Fanla. Ola bilər. Sanaldan. Zaten mən sən kanalı tanıyıram. Sən sıkı takipçinsə. Mən hər videoya yorum yazanları artıq başda əzbər bilirəm də. Yəni onları qeyd alıram. Adı görən kimi tanıyıram zaten. Ən böyük xəyalın bilmirəm. Ən sevdiyin kitab universitet qəbul olma ola bilər məsələn. Ən sevdiyin kitab dəqiqə. Bir neçə videomda da demişəm bu kitabdır. Səfirlər. Mükəmməldir, yəni alın oxuyun. Daha sonra alışveriş necə? Alışverişin nə olardı? Mən məktəb alışverişi dəhşət xoşlayıram yəni. Belə qələm, dəftər, belə bir şeylər. Ən sevdiyim alışveriş odur mənim. Daha sonra takı oyuncaq. Burada yazılmış. Takı oyuncaq yoxsa məktəb alışverişi. Daha sonra mənim kanalımı tanıdıb hamı abunə olsun yaza bilərsən. Birini eləyəndə digərləri də istəyir, ona görə maalesef xeyr. Amma bir ara yəni vaxtım olsa eləyərəm, sonra da yazanlardan da bir ikisini eləyərəm. Çünki hamı yazır birini paylaşdıqdan sonra, hamı yazıb, hamısını da paylaşa bilmədiyimə görə, yəni küsənlər falan olur, ona görə eləmirəm.
Ən anlaşa bildiyin bürc düşünməmişəm, amma Oğlak bürcü deyə bilərəm. Daha sonra ən sevdiyin emoji. Bir dəqiqə göstərim. Aha, deməli. Baxın, bu ağ ürək emojisi. Sonra bu ürək. Baxın. Kamera netləsə indi görəcəksiniz. Hə, bu ikisi. Bir də bu. Baxın bu. Yəni hansını atıramsa yanında mütləq bu emoji olur da. Çox sevirəm. Baxın bu 3 bestdir. Ən yaxın dostun Xədicə, daha sonra ən sevdiyin yemək, dedim, ən sevdiyin maşın, ən sevdiyin telefon, onları hamısını demişəm. Bacın, qardaşım var, harada qalırsan demirəm. Neçənci sinifsən 7, ən yaxın dostun var, bəli. Ən sevdiyin YouTuber, onun da cavabını vermişəm. Sinifinizdə neçə uşaq var? Sinifimizdə 25 uşaq var. Daha sonra ən sevdiyin qız adı, onu da dedim. Ananın adı, atanın adı. Bilməm, bunu deyim ya yox. Bacım və qardaşının adı nədir? Qardaşım var, Ruslan. Bu qədər sualdır. İnşallah oxuyarsan, nə olar? Havay çək. Anlamadım. Halay mı? Anlamadım nə deyirsən. Daha sonra neçə yaşım var? 12 yaşım var. Sevdiyin YouTuber, onun da cavabını dedim də, yəni belə o qədər sevdiyim YouTuber yoxdur. Bu kanala abunə ola bilərsən, tatlı işdir. Yazsam, çıxsa əgər olaram. Bürcün əkizlər, cavabla və adımı da Aylindir adım. Neçə yaşım var? 12. Bu qədər idi. Bugünkü videomuz bu qədər idi. Videoya like atıp kanalıma abunə olmağı unutmayın. Sağ olun.